Bəhrini yalan deyərəm. Bəhrinə sözüm deşin. Mən rəriş deyə bilməsin deyancam. İki başlı deyə Arifət. Öz səhvlərini özləri görmür deyəsən gözləri görmür. Ne üçün xiridar bizləri görmür deyirlər sözləri görmür. Əzizlər, istəklilər Xosrovun bu qafiyəsinin hansı bəhirdə olmasını, təfiyləsini yazıb soruşurlar. Mənim də bu barədə bir məlumatım yoxdur. Yaxşı, neyniyək, necə eləyək, dedim, hələ sualı əhlinə verərlər. Sualı yönləndirdim Rüfət Dahiyə, Rüfət Dahi də sağ olsun. Sualımızı cavabsız qoymadı. Allah Teala Rüfət Dahiyə və Rüfət Dahi kimi istedadlı, savadlı meyxana deyənlərimizə bərəkət versin. Salam, Təbriz axşamın xeyir olsun. İntizama da məndən salam dinən, Allah sizi var eləsin. Xosrovun toyundakı qafiyə əvvəli Həzəzdir, sonu Rəməl bəhrinin təfilən övündəndir. Nə üçün xiridar bizləri görmür, deyilən sözləri görmür. Nəyrət də, nə üçün xiridar bizləri görmür, deyilən sözləri görmür. Öz səhvlərini özləri görmür, deyəsən gözləri görmür. Məf'ulü məfailü fəilün fəilatun fəilatun. Nə üçün xiridar bizləri görmür? Məf'ulü məfailü fəulun. Deyəsən gözləri görmür. Fəilatun fəilatun. İki təfilən övündən əmələ gələn qafiyədir. Desələr ki, bu əruzda yoxdur, əruzun özündə də var. Müzarə, müstəsdə var ki, müstəs bəhrinin təfilən övü səhv eləmirəmsə bu cürdür. Məfailün fəilatun, məfailün fəilün. Əvvəli Həzəzdir, sonra rəməldir, yenə Həzəzdir. Müzarədə məfilu failatun, məfailu failun. Yenə eyni ilə Həzəz, rəməl düşür Həzəzə. Yenə eləmək olar elə şeylər. Mən özüm də eksperimentlər eləmişəm, tutmuşam qafiyələr. Bizi səccad yığıb məclisə meydan eləmək üçün. Fəilatun, məfailu, məfailu failun. Başqa təfilən övləridir rəməl və Həzəzin. Yəni, rəməldə fəilatun və ya failatundur. Həzəzdə də bildiyimiz kimi məf'ulü və ya məfailün, məfailu bu təfilən övlərindən istifadə olunur. Xosrov orada özü də deyir, mən bilmirəm hansı bəhirdə, amma ağlıma gəlib tutmuşam. Məncə yaxşı bir şeydir, nümunə göstərmək olar ki, belə şeylər əruzda var, iki təfilən övündən. O qafiyədə qoşa yarpaq olduğu üçün çətin idi. İki yerə qafiyə qoymaq lazımdır. Qoşa yarpaq olduğuna görə, söz də az olduğuna görə uşaqlar deyiblər, sağ olsunlar, hamı deyib. Biz də bacardığımız qədər bir-iki bənd dedik ki, yəni demək olur da bu təfilən növü ilə. Başqa cürdə qafiyə tutmaq olar həmən təfillə, yəni qoşa yarpaq olmasa axırında bir dənə rədif saxlayıb demək olar. Bu qədər mənim qardaşım. Düşünürəm ki, məlumat verə bildim bacardığım qədər. İntisama da məndən çoxlu salam dinən, Allahın nəzərində olsun, Allah onu qorusun.